Qürura qapılmayaq ki, biz dindarıq, hamı bizə borcludur. Dindarlıq budur ki, hamıya mən borcluyam. Hamıya mən borcluyam. Cəmaat bilirsiniz nə desin? Desin, bu hansı məclisə gedir, bu adam hara gedir, bu qonşumuz cavan oğlan. Hara gedir, bir göstərin görə, bu gedib tamam dəyişib bu. Bu qonşunun çantasını götürür, aparır, gedir cəmaatdan soruşur, nə sözün, nə qulluğun, xidmət eləyir. Bu adam dəyişib, səfalı olub, mərd olub, məsuliyyətli olub, fədakar olub, aram olub, şad olub. Axı bu qədər enerjini hardan alır? Mənə də göstərin, gedim oradan alım o enerjini. İmam Hüseyn məclisinin, Həzrət Fatimə məclisinin ən gözəl təqdimatı budur. Ən gözəl təqdimatdır. Cəmaat desin ki, yox, bunun həyatı axı mən görməmişəm, öyrəşmədiyim bir müstəvidir bu. Bunun hardansa bunu qaynaqlanır, bunun yemi hardan gəlir? Bunun həyatının qaynağı nədir, bu sevincinin qaynağı nədir? Və o şəkildə üst tutsun bunun əqidəsinə, bunun dininə. Şəhidlər necə müharibədə bizim üzümüzü ağ elədilər. Həm də dindarların.